Bugünkü mövzumuz uşaqlıq xatirələrimizin ayrılmaz hissəsi olan lunaparklardır. Lunaparklar həm böyüklərin, həm də kiçiklərin sevimli məkanı hesab olunur. Bəs görəsən, ölkəmizdə necə? Sakinlər lunaparkların açılmasını istəyərlərmi? Gəlin soruşaq. Bəli, istəyərik. Hansı ərazidə istəyərdiniz? Ən çox sahil bağı deyərəm. Nərmovda məsələn mərkəz Bakılar tərəfdə ya Bolivar tərəfdə də ola bilər. Yəni istəyirik ki, lunaparklar açılsın. Çünki universitetdən də çıxıb gəlib burada məsələn voleybol falan oynayırıq sahildə. İstirahət eləmək istəyirik biz də. Həm tələbələr üçün, həm abituriyentlər üçün maraqlı olar, əyləncəli olar. Bəli, məncə çox maraqlı olar. Hansı ərazidə istəyərdiniz? Ərazi olaraq yəqin ki, biraz şəhərdən kənar olsa yaxşı olar ki, biraz şəhərin mərkəzini tıxaclardan azad edə belə deyək. Mən çox istəyərdim, çox sevirəm özdə belə attraksiyonları. Çox istəyərdim. Heç getmisiniz əvvəl attraksiyonlara? Əvvəl olmuşam, bəli. Bu yaxınlarda da Sumqayıt bulvarında oldum, oradakında. Çox bəyənmişdim yenə də. Müəyyən qədər insanların əyləncəsi üçün daha çox yer olsa və yəni münasib qiymətə yəni xüsusən də tələbələr üçün endirimli qiymətlər olsa, əlbəttə ki, hər kəs istəyir. Əlbəttə istəyirik, niyə istəmirik? Həm də maraqlı olar da, gənclər üçün çox maraqlı bir şeydir. Məncə buralara yaxın olsun, çünki tələbələrə daha rahat olur da, istəyir sahil, istəyir 28, belə tərəflərdə olsa yaxşı olar əslində. Hə, bəli, istəyirəm. Bakı daxilində olsa əla olar. Yəni sahil, İçərişəhər ərazisində qəşəng olar. İstəyərdik, həm əyləncəli olardı, həm də xatirələrimiz olardı, yığılardı. Daha çox hansı ərazilərdə istəyərdiniz? Bakı daxilində tələbələrə görə daha yaxın olsa daha yaxşı olar.